Salam, hər vaxtınız xeyir, əziz qonaqlar. Mən bugün sizə bu Nur Naftalan Sağlamlıq Mərkəzi barədə danışmaq istəyirəm. Bizim sanatoriya 2022-ci il aprel ayında qonaqları qəbul etməyə başlayıb. İndi hal-hazırda biz sanatoriyanın ərazisindəyik. Mən bugün sizə göstərəcəm bizim sanatoriyada hansı xəstəlikləri müalicə edirlər, hansı profilaktik problemləri biz müalicə edirik. Bir də ərazinin yüngülvari, lap sonda ərazini çəkərik. İndi hal-hazırda keçən sanatoriya daxil olağın. İlk növbədə sizə qeydiyyat bölümünü sizə tanış edəcəm. İlk növbədə deməli qonaq bizim sanatoriya gələndə qeydiyyata yaxınlaşır. Qeydiyyatda həmin qonağa otaq təyin olunur. Otaq təyin olundan sonra qonaq yerləşir otağa. Otaqdan da onu yönləndiririk baş həkimin yanına. Buyurun, gəlin, mən sizə bizim müalicə bazasını sizlə tanış edəcəm. Deməli, müalicə bazası bizdə mənfi 1-də yerləşir. Deməli, qonaq otaqdan çıxandan sonra gəlir spa resepsiyona. Spa resepsiyon ona kitabça verir. O kitabçanı qonaq götürür və yaxınlaşır baş həkim yanına. Buyurun, indi gedək baş həkimlə tanış olağın və onun məlumatlarını dinləyin. İndi mən sizi Nur Naftalan Sağlamlıq Mərkəzinin baş həkimlə tanış etmək istəyirəm və həkimə bir neçə dənə sual verək. Bizə sanatoriyada nə müalicə olunur, nə aparatlar var və s. və ilaxır. Bunlardan biz baş həkimdən məlumat alacaq. Buyurun, gəlin. Doktor, salam aleyküm. Xoş gördük. Salam, xoş gördük. Doktor, biz sizə bir neçə dənə sual vermək istəyirik. Sanatoriyanızdan, Sağlamlıq Mərkəzindən bağlı. Biz məlumat almaq istəyirik sizdən. Ümumiyyətlə, sizin sanatoriyada hansı xəstəliklər müalicə olur? Yəni, hansı pasientlər, hansı xəstəliklə gəlib burada müalicə ala bilərlər? O barədə zəhmət olmasa qısa bir məlumat verərdiniz. Mən Rüstəmov Elçin, Doktor Rüstəmov Elçin Nur Naftalan Sağlamlıq Mərkəzinin baş həkimiyim. Deməli, bizdə sağlamlıq mərkəzimizdə əsas bizim müalicə profilimiz naftalan neftidir. Bəli. Naftalan nefti 70-ə yaxın xəstəliyin müalicəsində çox uğurla tətbiq olunur. Burada birinci növbədə hərəkət dayaq sistemi xəstəlikləridir, oynaq xəstəlikləri, dəri xəstəlikləri, periferik sinir sistemi xəstəlikləri və bəzi metabolik pozulmalarda ginekoloji, ovulyasiya, oogenez, spermatogenezin müalicəsində çox uğurla tətbiq olunur. Naftalan neftinin əsas tərkibi naftalan karbohidrogenləridir ki, onun da əsas müalicəvi xüsusiyyəti məhz bu naftalan karbohidrogenlərinə bağlıdır. Bundan əlavə bu neftin tərkibində karbohidrogenlərlə yanaşı azotlu, kükürtlü birləşmələr, bir çox mikroelementlər vardır ki, bunlar da dediyim kimi bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq olunmağa naftalan nefti üçün imkan yaradır. Bizim əsas profilimiz qeyd etdiyimiz kimi əsasən hərəkət dayaq sistemi xəstəliklərinin müalicəsidir, dəri xəstəlikləridir, dəri zöhrəvi xəstəliklər və dediyim kimi bir çox ginekoloji, uroloji xəstəliklərin müalicəsində də çox uğurla tətbiq olunur. Əsas qeyd etdiyim kimi profilimiz naftalan neftidir və naftalan nefti ilə yanaşı burada tətbiq olunur fizioterapevtik prosedurlar. Bəli. Biz həmçinin istəyirik, siz bizə naftalan neftini də göstərəsiniz. Vizual olaraq onu biz görək və başqa məlumat verəsiniz ki, ora neçə dəqiqə bandında uzanma olur, neçə dərəcədə olur, onun hamısını göstərə-göstərə bizə izah etsəniz. Buyurun. Gəldik. Hal-hazırda daxil oluruq naftalan bandında sən necə qədər hesablayırıq? olan otaqlara.
Bu otaq bayaq qeyd etdiyim kimi qadın naftalan vannalardır. Bu qeyd olunan otaq kişi naftalan vannalardır. Ha, buyurun həkim. Deyək ki, pasiyent buradan gəldi. İlk Bəli, növbədə buyurun. Qonaq, yəni pasiyentimiz daxil olur. Naftalan neftimiz, vannamız yerləşir. Bu şəkildədir vannamız. Deməli, dediyim kimi, naftalan neftinin özəlliyi ondan ibarətdir ki, naftalan nefti yerdən çıxdıqda onun 90% su, 10% naftalan nefti olur. Ancaq müalicədə isə əksinə 90% naftalan neftidir, 10% sudur. Deməli, müalicəmiz standart olaraq 10 dəqiqə vannada, prosedurumuz 10 dəqiqə çəkir və naftalan nefti tam bədən temperaturuna uyğun bir temperatura qədər isidilmiş şəkildə qəbul olunur. Təxminən nə qədər doktor? 38-də? Bəli, 37-38 qış aylarında 1-2 dərəcə fərqli olur bunlar. Bəli. Və bəzən hər bir qonağa bizdə fərdi yanaşmalar var. 10 dəqiqə olmasına baxmayaraq bizim elə hallar olur ki, orada biraz fərqli yanaşmalarımız olur müddətdə. Məsələn, oturaqlı və yaxud da bəli. Yanaşı gedən xroniki xəstəliklər, daxili orqan xəstəlikləridir, bir çox ürək-damar xəstəlikləridir. Hansı ki, istisna hallarımız var ki, biz tam bədən deyil, oturaq vəziyyətdə və yaxud da ki, dizə qədər və bəzən elə olur ki, əks göstərişlər olanda aplikasiya yapmalar şəklində naftalan nefti həmənki effektiv verir mi? Bəli. Doktor, bir də siz bizə siyahını verərsiniz, hansı pasiyentlərə olmaz naftalan vannası. O siyahını verərsiniz, biz videomuzun altından onu yerləşdiririk. Məmnuniyyətlə. Onun yəqin ki, sayı çoxdur. Bəli. Naftalan neftinin əks göstərişləri, hansı ki, istisna hallarımız var. Dediyim kimi, kəskinləşmiş dövrdə olan bir çox xəstəliklərdir. Xoş xəstəli, bəd xəstəli törəmələrdədir. Daxili orqanların bir çox xroniki xəstəliklərindədir. Yəni, bunu sadaladıqca bir çox var ki, xəstəliklər. Biz orada artıq vanna şəklində yox, yaxmalar şəklində əlavə olaraq əlavə o şəkildə tətbiq edirik. Oldu, doktor. Çox sağ olun məlumatınıza görə. Sağ olun, minnətdarıq. Sağ olun. Deməli, biz bugün müalicə həkimlə tanış olduq. Bütün nə müalicələr var, nə prosedurlar var, masaj, parafin, bunların hamısını sizlə tanış elədik. İndi mən istəyirəm sizə göstərəm bizim yataq otaqlarını, 2 nəfərlik, tək nəfərlik, 3 nəfərlik otaqlarla sizi tanış eləmək istəyirəm. Buyurun, keçəyin. Deməli, hal-hazırda biz lüks otağa daxil olacağıq. Lüks otaq bizdə 40 kvadrat metrdir. Lüks otaqlarımızda o birisi standart otaqlara nisbətən divandır və böyük, 2 nəfərlik böyük double yataqlı otaqdır. Belə zəhmət olmasa tam belə çəkin. Lüks otağımızda bizdə tok çayniki, televizor, xaladelnik, seyf, vanna otağı ayrı. Vanna otağı deməli ayrı. Biraz zəhmət olmasa. Və ayaq yolu ayrı. Bir daha təkrar edeyim. Bu lüks otaq 40 kvadrata yaxındır. Hər lüks otaqlarımızda bizim balkonlarımız bu qaydadan. Balkonlar bağa baxır və dağ tərəfə baxır. Bundan əlavə bu otaqda bizdə maksimum 4 nəfər yerləşə bilir. Bu yataqdan əlavə 2 dənə yataq bu otağa qeyd edə bilirik. Yəni uşaqla əgər gəlsəz və ya 4 nəfər böyük olsa bu otağa biz yerləşdirə bilirik. İndi deməli bizim Nur Naftalan sanatoriyamızda 2-ci korpusda -1-də restoran yerləşir. 1-ci korpusda -1-də müalicə yerləşir. 2-ci korpusda -1-də restoran yerləşir.
və yemək İsveç masası açıq bufet birində verilir. Buyurun sizə göstərim. Restoran da zəhmət olmasa belə götürün. Söyüq qaylantılar, salatlar, nahar yeməyində bu birdə şvedski stolda verilir. İsti yeməklər, söyüq qaylantılar, salatlar. Və kompotlar, desert, meyvələr. Ağ və qara çörək hər nahar yeməyində verilir. Buyurun keçək sizə indi sanatoriyanın ərazisini göstərim. Sağlamlıq mərkəzinin ərazisini sizə göstərmək istəyirəm. Buyurun gəlin. Sanatoriyanın ərazisi biraz balaca olsa da belə, amma yaxşılığı çoxdur və komfortlu şəraiti, oturmağa yerlər, besetkalar. Buyurun gəlin sizə arxa tərəfdə göstərim. Sanatoriyada market var, yəni istəyə görə masaka, şampun, gündəlik lazım olan şeyləri götürə bilərsiniz. Sanatoriyada qəlyan çəkmək olar və fərqli mürəbbələr çayla sifariş etmək olar. Buyurun gəlin. Belə bir bağı var sanatoriyanın. Bağda masalar var. Yəni masalarda oturub çay sifariş etmək olar, dincəlmək üçün. Belə bir gözəl parkı var. İstirahət etmək üçün yəni. Buyurun gəlin, obzorlu çəkiliş edirik. Здравствуйте. Buyurun dostlar, yekunda məlumat vermək istəyirəm ki, burada qeyd edilən sanatoriyada hal-hazırda bir günü bir nəfər üçün 50 manatdır, 2 nəfər bir otaqda qalanda 100 manatdır qiymət. Qiymətə daxildir naftalan vannaları, hər gün 4-5 tür fizioterapiya daxildir. Ondan sonra masaj daxildir, parafin daxildir, inqalyasiya daxildir və bir neçə analizlər daxildir ki, hansı ki gələndə o analizi, yəni o check-up müayinələri verir, müalicəyə başlayırsan. Deyək ki 10 günlük putyovka götürürsünüz, gəlirsiniz bizim sanatoriya, 500 manat edir, belə hesablayanda. 10 günə sizə hansı prosedurlar verirlər? 6 və ya 7 naftalan vannası, 6 və ya 7 parafin aplikasiyaları, 6 ədəd inqalyasiya, 6 və ya 7 masaj, hər gün 4-5 tür fizioterapiya prosedurları. O fizioterapiya prosedurlarında həkim sizin xəstəliyinizə görə təyin eləyir. Yəni deyək ki, sizdə ayaqda sümük ağrıları var və yaxud da ki, dəri xəstəlikləri var və yaxud da ki, psoriaz, ekzema, bu xəstəlikləri həkim nəzərə alıb, sizə o 20 dənə fizioterapiya prosedurlarından onun 4-ünü və ya 5-ini təyin edir və hər gün o prosedurlar hər gün sizin qiymətinizə daxildir. Bundan sonra qiymətə daxildir 3 dəfə yemək, şvedski stol, İsveç masası, yəni bizim dildə desək şvedski stol, açıq bufet, yəni qiymətə daxildir. Bir də əgər siz Bakıdan qatar ilə gəlsəz, Göran stansiyasına qədər, Göran stansiyasından Nur Naftalan Sağlamlıq Mərkəzinə biz pulsuz transfer təşkil edirik. Yəni siz bizə bir gün öncə gəliş məlumatlarını deyirsiniz. Göranda, yəni Bakı Gəncə qatarında Göranda biz sizi qarşılayırıq və gətiririk Sağlamlıq Mərkəzinə. Bu qədər.